Hər kəsə salam, evet, Sinada sizləri xoş gördük. Bugün yenidən texniki analizlə bağlı video paylaşmaq istəyirəm. Biraz səsim batıb, üzrlə hesab eləsiniz. Biraz xəstələnmişəm və nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda gördüyünüz belə deyək, qrafik dolların Yapon yeninə qarşı olan nisbətidir və H1 time frame-dəyik, belə deyək. Və nəzərə alsaq ki, ayın 25 noyabr 2025-ci ildə texniki analiz eləmişdik dolların Yapon yeninə qarşı olan nisbətini və burada da görə bilərsiniz videoda və yatırım əsasla deyil, burada da belə deyək, texniki analiz görə bilərsiniz. Harahatdır, sadəcə mən MT-5-ə öyrəşmişəm deyənə belə deyək, düşmə səviyyəsini qeyd eləmişdik burada və çox təəssüf olaraq belə deyək, biz videomuz demək olar ki, çox az izlənib, izlənmə sayı demək olar ki, səhifəmizdə belə deyək, shortlara izlənmə sayı baxılsa da belə deyək, hardasa 10 dəqiqə, 11 dəqiqəlik, 20 dəqiqəlik, yarım saatlıq videolara az insanlar baxır və belə deyək, məsələmizi, texniki analizimizi qiymətləndirmək. Və nəzərə alsaq ki, real qrafikə keçsək, yaz görərik ki, biz belə deyək, USD/RPY-ni, yəni dolların Yapon yeninə qarşı olan nisbətini analiz edəndə qiymət təxminən bu radələrdə idi, hardasa bu radələrdə idi və təxminən 157-160 civarında təxminən və texniki analiz elədik və ehtimal elədik ki, qiymət bu səviyyəyə gəlib çatır. Və burada da harmonik paternlə bağlı texniki analizimizdə bu analizə daxil eləmişdik. Təbii olaraq bunun əsas göstəricisi Fibo səviyyələrinə əsaslanır və Fibo səviyyələrindən nəticələnib, belə deyək, bu səviyyəni biz qeyd eləmişdik ki, qiymət təxminən 155, 287, 155, 463 səviyyəni gəlib çatar və qiymət gördüyünüz kimi demək olar ki, həmin səviyyəyə gəlib çatıb. İndi burada düzü korreksiya eləyib, bu səviyyəni vura da bilər, buradan qalxa da bilər, artıq o növbəti, belə deyək, texniki analizin əsaslarıdır. Və sadəcə o videom bölüşməyimdə məqsədim odur ki, elədiyimiz analiz, texniki analiz özünü doğrultdu və burada ümumi qrafikə baxsaq, burada baxsaq görmək olar ki, burada belə deyək, qrafik enişə doğru hərəkət edib, lakin burada yeni korreksiya verib və yenidən enişə doğru təzyidən istiqamətlənir. Yəni bu bazarın belə deyək, normal halıdır. Yəni bu korreksiyalar da olmalıdır. Burada stoplar vurulur, stoplar tutulur. Bəzi belə deyək, traderlərin stop limitləri demək olar götürülür. Burada gördüyünüz kimi məsəl üçün baxsaq bura M30-a keçək, daha aydın görsənsin. Və burada mən həmin günləri bazar izləyirdim və qalxış zamanı düşündüm ki, bazara baxın, bəlkə bazar trendi dəyişib. Lakin bazara baxdan sonra gördüm ki, burada belə deyək, düzdür. Məsələn, müəyyən traderlər var ki, buranı belə deyək, Smartmaniya baxsaq, bir dəqiqə, Smartmaniya baxsaq, buradan götür. Smartmaniya baxsaq, bu hissədə belə deyək, likiddə götürülüb və düşüb aşağı və buranın qırılması, belə deyək, bu zonanın yenidən qırılması change of character kimi götürülə bilər. Lakin bu, belə deyək, H1 qrafikinə baxsaq, H1 daha doğrusu time frame-ə baxsaq, burada görərik ki, belə deyək, H1-də bu zonanın, belə deyək, qırılması yenidən H1-də olan likidlərin götürməyi və burada əlbəttə burada belə deyək, qrafikə baxsaq,
çox aldadıcı bir manevr olub burada. Nəyə görə? Burada aşağıda bizdə belə bir order blok da var. Və buradan qiymət görürsünüz ki, bu zonadan qiymət belə deyək, qiymət dəyər qazanıb, cüzi qalxış edib yuxarı, sonra isə yenidən aşağıya doğru hərəkətini davam etdi. Və əksər traderlər, Smart Money əsaslanan traderlər və digərləri çox güman ki, bu zonada bazara giriblər, daha doğrusu biz buranı təzə qeyd edək. Düşünürəm ki, bu zonada bazara giriblər və fikirləşiblər ki, bazar buradan belə deyək, yuxarıya doğru hərəkət edəcək və düzdür, cüzi miqdarda hərəkət edib, lakin bazar ki, öz istiqaməti var deyənə yenidən belə deyək, öz istiqamətində davam edib, aşağı doğru davam qiymət edib. Və ona görə də istənilən siz texniki analizdən istifadə edirsinizsə, diqqətli olmaq lazımdır. Yəni, belə deyək, mən də misal olaraq müəyyən bir vaxtlar Smart Money ilə istifadə eləmişəm və müəyyən müddət belə deyək, onun nə dərəcə effektiv olduğunu, hansı anlarla effektiv olduğunu, yəni, belə deyək, təxmini olaraq bilmək olur. Yəni, time framelərdən aşağı düşdükcə görmək olar ki, misal olaraq eniş eləyib burada. Qrafikada baxsaz, görərsiniz ki, buradan misal olaraq eniş başlayıb, eniş davam eləyib və burada, belə deyək, bu hissəni likiditəsi götürülür və yenidən aşağıya doğru hərəkət edərək, belə desək, bu hissənin likiditəsi götürülür və buradan qırılış, sanki bəzi traderlərə təkrar edildiyim kimi change of character Smart Money-nin konsepsiyasını bunu change of character verib və burada neyiniyib, order blokdan bəzi traderlər daxil və düzdür, bu istiqamət ərzində müəyyən belə deyək, qiymət götürüblər, müəyyən daha doğrusu take profit götürüblərsə və yaxud stoplarını çəkiblərsə, belə deyək, yuxarıya doğru ki, balanslarından müəyyən məbləğ itirməsinlər. Olubsa, yenə də haradasa, belə deyək, özlərini skort alıblar. Ayrıca, belə deyək, stopları çox əksər vaxtda stoplar, belə deyək, minimumdan aşağı səviyyəsində olur və çox təəssüf olar ki, minimum burada bu hissələndilərsə artıq bunların stop lossları, belə deyək, vurulub. Yenə də istənilən halda, belə deyək, bazara baxmaq lazımdır və ümumiyyətlə bazarda gün ərzində hansı, belə deyək, strategiyadan istifadə eləməyinizdən asılı olmayaraq baxmaq olar ki, gün ərzində trendin dəyişməyi, məsəl üçün, gün ərzində dəyişə bilər, dərhal dəyişə bilər. Məsəl siz düşünürsünüz ki, yuxarı doğru gedəcək, aşağı doğru eniş edə bilər. Ona görə də texniki analiz edən zaman nəzərə almaq lazımdır ki, ən azından iki, belə deyək, fikir olmalıdır ki, bu elədiyim texniki analiz özünü doğrultmasa növbəti addımım nə olacaq? Yəni, ən azından belə bir addım öncəni fikirləşmək lazımdır. Yəni, yüzdə JP olan, belə deyək, indi mən buradan düşündüyüm əsas məqsəd, yəni qiymətin hara getməsini fikirləşsək, hələ ki qiymətin ümumiyyətlə bu səviyyədən yuxarı doğru qalxma ehtimalı varmı? Bəli, var. Yuxarı doğru qalxıb yenidən maksimum yeniləmə ehtimalı da var. Ayla qrafik etsək, olma ehtimalı da var, aşağı düşmə ehtimalı da var. Amma burada görsən olur ki, qiymət baxsal vəziyyətə, qiymətdə hələ belə bir dəyişiklik yoxdur, belə deyək, iniş eləmək üçün. Həftəlik qrafiklərə baxsaq, burada əksər vaxtlarda mən məsəl üçün bu qrafikdə aşağı time framelərdə ticarət edəndə burada belə bir şey görəndə, formasyon görəndə, yəni belə bir formasyon, biz bu maksimumu yenilənməyib, amma yenə də bunu belə bir formasyon görəndə bunu mən əjdaha başı adlandıram, belə deyək. Çox vaxt belə formasyonda olunur, sonra eniş davam edir. Yenə də bazara baxmaq lazımdır. İndi təxminən bazar belə deyək, bu pozisiyadadır. Bu
pozisiyadadır və bu pozisiyadan aşağı doğru enişlər davam edə bilər. Belə bir də bu bazara daily-də baxaq. Daily-də baxsaq, hələ ki eniş üçün ümumi belə deyək, qiymət gözləmək biraz tezdir və bu istiqamətdən yenə də deyirəm, qalxıb yenidən qalxış davam da edə bilər, eniş gedə bilər, yəni növbəti artıq bazarın belə deyək, bugün birinci gündür, bazar ertəsidir və indi hal-hazırda nəsə demək biraz çətindir. Ümumi tendensiya belə deyək, yuxarı doğrudur. Ümumi tendensiya belə deyək, yuxarı doğrudur istiqamətlənib ümumiyyətlə. Və nəzərə alsaq ki, burada misal olaraq belə deyək, qalxış, korreksiya, qalxış, maksimum belə deyək, yenilənməyi və korreksiya və burada da qalxış və korreksiya yenidən qalxış ola bilər. Qalxış olma ehtimalı var. Yəni sadəcə olaraq bu dediyim məlumat xarakterlidir, heç bir halda yatırım tövsiyəsi deyil. Yəni istənilən halda sizin yatırım tövsiyəniz artıq sizin öz məsuliyyətinizdədir. Yəni bu qədər biraz soyuqlamışam, xəstələnmişəm. Əslində mövzu ilə bağlı video çəkmək istəyirdim. Sadəcə olaraq biz danışdıqda belə deyək, çox üzr istəyirəm. Yəni ağzım quru, çox danışa bilmirəm. Yəni bu video bir təxminən 10 dəqiqə civarında olan bir videodur. Bununla da kifayətlənib səhifəmdə paylaşacağım. Hər kəsə uğurlar, səhifəmizə abunə olaraq bizə dəstək ola bilərsiniz. Bu da bizim daha da ruhlandırar, daha yaxşı videolar çəkməyimizə səbəb olur. Hər kəsə uğurlar, Allah'a əmanət.